Arapasa, Orkan. Yadullah! Sade bir toxunuş. Qapısını ayaqlardasan top qapıya daxil olur. Biləcər komandası artıq öndədir. Məmmədov məsuldur, ötürməsində Yadullah. Bekləməyə bacarır. Yadullahın zərbəsi. Tərcih. Bəxtiyar yerindədir, Köyünsün zərbə olacaq. Orxan Məmmədov. Yadullah tamamladı epizoda. Dobil etdi, fərqi 2 yüksəkdi. Orxan Məmmədov aldac hərəkətlər, keçi Orxan. Təzyiq var idi qapı qarşısına, Yadullah tamamladı epizoda. Orxan Məmmədovun inamı oynamazsa, rəqibin söktü oldu. Özü yerə elədi və Yadullah tamamladı epizoda fərq. Bir qədər də artar. Kan ötürməyə Yadullah, qapısı təkrar zərbə və qal Yadullah tamamladı. Bir hücum cəhdi qolla erçələndi oldu Biləcərik komandası adına və 5-ə bərabər eşdir. Şüzadəyə Rəfat. Yadullah. Yaxşı baslaşdı. Orxan Məmmədovla. Toxunuşlu ötürmə və davamında Yadullahın qüvvətli zərbəsi komandasının qol silahı da hesaba bərabərlik gətirdi. Rəfat. Xundov təqib edirdi, onu ötürməsini verməyə bacardı. Yadullah double edir. Komandasının və özünün ikinci qolu. Geridən 3 qol oldu. Yadullahın bu zərbəsi komandasının rəqibi qarşısında önə keçirdi. Olmadı zərbəsi əksiz olur şansıma. Bu dəqiqələrdə Ot Biləcəri komandası hücumlarını kəsərlərini bir qəddə çatdırır. Müdafiədən çıxmaq çətinlik çəkir Partizan komandası. Məmmədov ötürmə, Yadullah və gol! Allah fərqləndi, önə keçsi. Biləcəri komandası. Meydanda 2 gol var idi hesabı Nura. Qurbanov açılmışdan sonra Qurbanla Rüssəm. Fərqi 2 yüksətməyə bacardı. Gör ikinci nələr baş verəcək, fərqi elə də böyük deyil. Fərq artacaqmı, azalacaqmı və gol! Orxan Məmmədova qapı qarşısına ötürməsində Yadullah özünü topa çatdırdı. İkincisi də gol. Biləcər komandasından gəldi. İkinci də hərəkətli başladılar. Fərq minimumda da artıq. Semir. Yadullah araya girdi. Yadullah. Tirmədi topu. Qayda pozuntuları var idi ona qarşı. Rəqiblər onu top almaq üçün ondan qayda pozuntusu etmişdi, amma Yadullah yıxılmadı, sona qədər oynadı. Sonunda da topu qapıdan keçirməyə bacardı, hesabı da açmağa nail oldu. Camal. Yadullah ötürməni oxudu, araya girdi Yadullah. Yadullah! Double
daxil edir. Müdafiəçilərə dəydi top qapıdan keçi. Yadullahın zərbəsində fərq 2-yə bərabərləşdi. Qarara pası Yadullah. Zinad Yeşil, Orxan Baxşizadə, Orxan. Qapı qarşısına Yadullah və gol! Orxan çox yaxşı çevirdi. Rəqiblərin arasından topu qapı qarşısına göndərməyi bacardı. Yadullah isə tamamladı. Komandasını önə keçirdi, etdirik etdi bu qollar. Bir qədər uğursuz alındı zərbəsi. Baxşizadə Zinad Yeşil, Vüqar. Orxan. Yadullah. Yadullah! Dəyişən bir nöqtəyə göndərdi. Gözəl bir gol Yadullah'dan. Hesaba bərabərliyi gəldi. Ne oldu? Hesab 2-2 oldu. Çok şey var. Rafiq. Hüsəm çevirdi topu Orxan. Əhmədov. Orxan! Yadullah! Qapı qarşısına bu ötürməni gözləyirdi. Mövqeyini düzgün seçmişdi. Artıq öndə Deyot Biləcər komandası qarşılaşmada ilk dəfə olaraq önə keçir. Artıq 6-cı faulda, o demək ki, qapı Meterrey birbaşa zərbə olacaq. Yadullah dəqiq zərbə. Fərq